Bakıdan Çinyov reysi ilə hal-hazırda Çinyova gəlmişik. 30-40 arası tələbəyi. Baxın, tələbələrin cürmə baxın zəhmət olmasa. 17-18 yaşlı tələbələrdir hər biri. Hər biri yerlə yeksan olubdur hal-hazırda. İçərini də çək. Bu polislər də bizlərə icazə vermirlər bizi. Güya ki qoruyurlar, güya ki bizi neynirlər. Bayaqdan da bizlə itlə burada qabağımızda it gəzdirirdilər. Bizə it kimi rəftar eləyirlər. Sadəcə olaraq biz etiraz etdiyimizi gördükləri halda itdi 2-3 saat sonra yığışdırdılar. Bu da tələbələrin halı. Tələbələrə baxın zəhmət olmasa. Bu da bizim tələbələrdir. 17-18 yaşlı cavan uşaqlardır hər biri. Hər biri 17-18 yaşlı cavan uşaqlardır. Burada bizi şey eləyirlər, qısnayırlar. Azərbaycan səfirliyi hara baxır bilmirik. Azərbaycan səfirliyi insanı normalda vaxtı gələndə bizə əsgərliyə aparacaqlar, bizə hər yerə aparacaqlar, amma indi isə bizə belə bir hərəkətlər eləyirlər. Yəni budur, Moldova budur, Azərbaycan öz haqlarını tələb eləmir, Azərbaycan səfirliyi heç bir şey etmir bizim üçün. Yəni tələbələri 10 saatdan çoxdur ki, biz burada qalmışıq. Yəni çox pis vəziyyətdəyik hal-hazırda, tələbələrdir burada. 30-40-a yaxın tələbəyik. Haqqımızı tələb eləyirik.